Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Ailə qurduqdan sonra sənətdən uzaqlaşan Sədaqət Ulduz həyat yoldaşından danışıb. Sferas xəbər verir ki, o qonaqcanlı verilişində həyat yoldaşının ona qoyduğu qadağadan danışıb. Bircə qadağası var, uşaqları reklam etmə sözlərini deyən Sədaqət bunu əlavə edib. Anam yorulub desin ki, mahnılar yazdır, oxu, vaxt gedir. Uşaqlıqdan demokratik mühitdə böyümüşəm. Mənə qadağa qoyulmayıb ki, onu geyinmə, bunu geyin. Qeyd edək ki, Sədaqət Ulduz 2019-cu ildə ailə qurub. İfaçının həyat yoldaşı İsveçrədə yaşayır.